Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Geçən videoda mən sizə Xəzər sahilindən, bizim qədim tariximizdən xəbər verdim, məlumatlar verdim. İndi yenə də Xəzər sahilindən, yəni Azərbaycan xalqının ilk vətəni, əcdadlarının vətəni Xəzər sahilindən yenə sizə məlumatlar verəcəyəm. Əsas da bu Abşerondan sizə məlumatlar verəcəyəm. Dedi ki, Məşəkin övladları yerləşmişdilər burada, Xəzərin istər sağında, istər solunda. Sonradan bunlar artıb müxtəlif yerlər, geniş bir ərazini tutmuşdular. Bugün indi bu Xəzərlərdən bir iki şərməni deyim sizə. Xəzərlərin, alimlərin dediyinə görə Azərbaycan ərazisində çoxlu izləri var. Bəli, çoxlu izləri var Xəzər. Bəzən bu Xəzər sahili, o sizə demişdim ki, Maşdağa şaxlığı olub, Dərbənddən Rəşdə qədər, Ərdəbilə qədər. Bəzən buranı Xəzər də adlandırıblar, Xəzər şaxlığı da deyiblər. Çünki Avropa alimləri çox yazıblar da tarixlərimizi. Görüblər Xəzərin sahilində Xəzər şaxlığı da adlandırıblar, Bəşqatı şaxlığı da adlandırıblar buranı. Əsas onu göstərmək istəyirəm ki, bunların əsas idarələri, hökmranlıqları bu Abşeronda olub, Maşdağada olub. Mən sizə keçən videolarda Maşdağa şahlarından, məsələn, Şah Məsuddan danışmışdım. Burada olub və bütün Azərbaycanın sahəsini dedim, haralara gidib çıxıb və buradan idarə ediblər. Məhz buna görə də çoxlu şahlarımız, xanlarımız həmin bu Maşdağa ərazisində olub Azərbaycanı idarə edənlər. Məsələn üçün, mən sizə bir Musa Kalankatının Ağvan əsərindən bir məlumat verim. Bu kitab Əlkətandır, 1200 ildən əvvəl yazılıb. Orada yazılıb ki, Dərbənddən Rəşdə qədər bütün Xəzərin bu qərb sahili demək Məşqətə şahlığı olub. Bu Məşqətə şahlığını idarə edən, hətta şahın adını da qeyd edib Musa Kalankatlı ki, Sənsən olub, Sənsən idarə edirdi və Azərbaycanın qalan hissəsi Arran adlanırdı. Arranşahlar. Arranşahlar da Məşqətə şahı Sənsənin övladları idi. Bunu Musa Kalankatlı yazır 1200 ildən əvvəl Ağvan əsərində. Mən özümdən demirəm bunu ki. Bəziləri inanmır ki, indi baxırlar Maşdağa kiçik bir kənd qəsəbə halını alıb. Yəni qədmidə bu cür olmur. İndi Xəzərə baxanda Xəzəri də böyük bir dəniz kimi görürük. Yəni qədmidə də iki göl olub bu cür olmur. Bu cür olmur. İndi Abşeron yarımadasına biz baxanda kiçik bir yarımadır da, yəni ki, belə baxanda, küllə ərzə baxanda kiçik göl. Lakin qədmidə Abşeron ərazisi çox böyük olub. İndi bugün biz Ləş ərazisinə baxanda Maşdağada görürük ki, bağlar olub, qumluq yerlərdir, şirə torpaqlardır bunlar. Qədimdə bu cür olub, Ləşdə Qırqqapı deyilən bir şəhər olub. Qırqqapı adlanıb. Niyə? Çünki tarixlərdə mən rast gəlmişəm. Nuh Peyğəmbərin oğlu Yafəs də birinci dəfə məskən saldığı yerdə bir şəhər salır və bu şəhərin 40 qapısı olur. Yəqin bu səbəbə onun oğlu Məşək də həmin bu əraziyə gəlib Maşdağa ərazisinə bir şəhər salıb və 40 qapısı olub. Bu 40 rəqəbi nəsə qədmidən çox, belə deyək də, dəbdə olan bir rəqəm olub. Qədmidən, bu Quranda da var 40 gün, Musanın dağda olması məsələn 40 gün, məsələn ki 40 piləkəm, 40 rəqəmləri çox məşhur bir rəqəmdir bu. 40 rəqəmi. Bu səbəbdən gözü şəhər salıb, Yafəs atası da 40 qapısı olub və oğlu Məşək də şəhər salıb, indiki Ləş ərazisində 40 qapısı olub. İndi də bizim yaşlılarımız oraya, elə biz özümüz də onlara 40 qapı deyirik. Hansı əraziyə gedirsən 40 qapıya. İndi də həmin şəhərin qalıqları, yəni ki, çox belə alçaq hasarları qədmidən indi də qalıb elə orada ərazidə. Yəni ki, o Məşəkdən sonra 6000 il keçir.
Onu yenidən yəqin ki, o şəhəri təmir ediblər, yoxsa indiyə 6000 ildə hasarlar qalmazdı, kiçik hasarlar da qalmazdı. Bugün mən demək ki, Abşeron haqqında sizə məlumat vermək istəyirəm. Abşerona qədimdə nə deyiblər? Necə adlanıb bura? O ki, bugün biz Şirvan deyirik, Şamaxı ərazisi və onun dövrəsi ərazilər deyirik ki, Şirvan və deyirik Şirvanşahlar. Bəs bu Şirvan hara olub? Şirvan qədimdə Abşerona deyərdilər. Hətta Zərdüş Peyğəmbərin bilirsiniz də Avesta kitabı var. Yəni Allah tərəfindən gəlmiş bir kitabdır. Allah tərəfindən göndərilmiş Peyğəmbər olub. Bura göndərilib yəni. İraq tərəfdə olub. Sonra burada bilirsiniz ki, Azərbaycan ərazisinə çoxlu Peyğəmbərlər göndərilib. Ta ki, xalqı təkallahlıq yoluna çəksinlər. Otpərəstlikdən, ateşpərəstlikdən, bütpərəstlikdən çəkindirib tək Allahlıq yoluna çəksinlər. Həmin o Avestədə, həmin bu Abşeron ərazisi Şirvan adlanır. Şirvan. Demək, Avestə nə vaxt gəlib? 2600 ilmindən əvvəl. 2600 ilmindən əvvəl də bu Abşeron ərazisi Şirvan adlandırılırdı. Bəs görək, Şirvan nə deməkdir? Şirvan, Şirav, əsas Şirav sözündəndir. Şirav. Şirav nə deməkdir? Şit qum, dəniz qumu. Bizim də Şirav, məsələn, Maşdağada indi Tavaylığa gedən bir qumluq yol var. Yəni o tərəflər bütün qumluqdur. Biz onlara deyək ki, Şirovlar. Adı elə indi də işlər, ta qədmidən qalıb. Şirov yəni şit qum, dəniz qumu olan bir ərazi. Şirvan da an şəkilçisi də məkan bildirir. Yəni ki, şit qumu olan bir ərazi. Yəni Abşerondan biz uzaqlaşsaq görərik ki, başqa yerlərdə şit qum yoxdur. Şirə qum yoxdur ki, onları Şirvan desində. Görürüz ki, Abşeronun qədim adını da keçirdiblər bir başqa yerə. Şirvanşahlar elə Maşdağada olub. Maşdağada olub. Onların balaları sonra xanlar elə Maşdağada olub. Onları idarə ediblər. Bugün deyirlər Şirvanşah. Məsələn üçün bugün bir tarixi deyim sizə. O vaxt Ərəb qoşunu ikinci xəlifə İkinci xəlifə Ömər İbn Xəttabın vaxtında Ərəb qoşunu Əbdülrəhman İbn Rəbiyyənin başçılığı altında gəldilər Dərbənd altına. Dərbənd altına gəldilər. Niyə gəlmişdilər? Həmin bu Xəzəri tayfaları deyirik, Xəzəri milləti. Xəzərləri onlar istəyirdilər ki, dinə getirsinlər. O vaxt Xəzərlər Yəhudi dinini, Musanın dinini daha doğrusu belə deyil, Musanın dinini qəbul etmişdilər. Onları götürdülər müsəlman arasında. Bunun üçün gəlmişdilər böyük bir qoşun. Tarixçilər yazırlar ki, onların qarşısına Şirvanşah Şəhriyar çıxdı. Fikir verin. Bizim tarixçilərdən danışıram. Şirvanşah Şəhriyar çıxdı. Kimdir bu Şəhriyar? Lakin Ərəb tarixçisi İbn Əsir yazır ki, onların qarşısına Dərbənddə onları qarşıladı Məşdağa şahı. O vaxt Məşqətə adlanır da bizim. Sonra Rus değiştirdi. Sovet vaxtı değişti, Məşdağa oldu. Məşqətə şahı Şirvanşah, Məşqətə şahı Şəhriyar çıxdı. Görürsən bizimkilər bunu demirlər Məşqətə şahı. Deyirlər ki Şirvanşah. Şirvanşah qardaşım hələ budur da. Şirvanşah hələ Məşdağada olub da. Buradan idarə olunub da. Bu cür olub. Və bir gün biz demək bunu da öyrəndik ki, yəni mən özüm də öyrənmişəm çox tədqiqatlar aparandan sonra ki, Şirov sözündəndir, Şirvan. Şirvan deyilib bu Abşeron yarımadasına. Abşeron yarımadası Şirvan olub. Qədim tarixlərdə var Xəzərin sahilində Muğan. Muğan da burada olub. Yəni Məşəkin övladlarından olub bu. Bütün yer adları, millət adları görürsünüz ki, hətta
oğullarının adı ilə də gedir. Məsələn, Muğan oğlu olur. Xəzər sahilində qədimdə demək cənub tərəfini, biz tərəfdir də Azərbaycan tərəfi, cənub tərəfi Muğan deyərdilər. İndi Muğan hara gedib çıxır? Gedib mərkəzi Azərbaycana çıxır, Azərbaycanın mərkəzinə. Yəni dəyişdiriblər bunları hamısı. Tarixləri dəyişdiriblər, yerləri dəyişdiriblər. Bu cür olmaz ki. Bu bizim ana vətənimiz Azərbaycandır. Mən elə bilirəm, elə bir insan tapılmaz ki, Azərbaycanda öz vətənini sevməsin. Azərbaycan milləti kimi millət yoxdur dünyada. Azərbaycan torpağı kimi də qiymətli torpaq, bərəkətli torpaq yoxdur dünyada. Bunun üçün əsrlər boyu buna görə də həmişə bu torpağa göz dikiblər. Görürsünüz də, bu axırlarda bizim Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bizim müzəffər ordumuz, qalib ordumuz erməniləri qovdular buradan. Mən çox arzu edirəm ki, onlar bir daha bu torpağa, bu müqəddəs torpağa ayaq basmasınlar. Qədim tarixlərdə onu da sizə çatdırım ki, qədim tarixlərdə biz Azərbaycanı, biz buranı müqəddəs yer kimi göstəriblər, müqəddəs yerdir. Hətta İskəndər, Makedoniyalı İskəndər başqadır. Bir də var ki, Aleksandr, Yunan Aleksandr. Bura hücum eləyəndə görüb buranı ala bilmir. Var tarix, ala bilmir. Və deyir ki, qayıtın buradan. Bura müqəddəs yerdir, alınmasın. Və hətta Abşeronu, Azərbaycana hücum edilən Roma qoşunu eramızdan əvvəl 1-ci əsrdə, yəni 2100 il bundan əvvəl Roma qoşunu Sezarın vaxtında hücum eləmişdi Azərbaycanı tutmuşdu və nəhayət istəyirlər Abşeronu tutmağa. İstəyirlər dəniz kənarını, daha yaxın, o vaxt Maşdağa şəhərdir. Demək ki, xanlar, şahlar dedi ki, buradan idarə edirlər Azərbaycanı və şərqin başqa yerləri də vardı. Sonra sizə nəql edərəm, danışaram, onları idarə edirdilər. Hətta bizim ərazimiz, indi desəm biraz inanmazsınız, indiki Ukrayna ərazisində olan Dnepropetrovsk şəhərinə qədər Azərbaycan ərazisi olub qədimdə. Bizimlə Xəzərlərin. Yəni biz Xəzərlər, biz eyni millətik. Bizim ərazimiz olub onları, ora qədər idarə, Hindistanın Keşmirinə qədər biz idarə eləmişik. Sözüm onda deyib, demək Roma qoşunu istəyir ki, bu Maşqatəni tutsunlar, Maşdağanı, Abşeronu yəni ələ alsınlar və dənizin sahilinə qədər hakim olsunlar. Az qalmış dənizin sahilinə, onların qarşısına böyük ilan dəstələri çıxır. Roma tarixçisi yazır. Diyanerdin ödür, adı fikrimdədir ki, öz tarix əsərində yazır, var tarixdir. Yazır ki, böyük ilanlar dəstəsi çıxdı onların qarşısına, qoşun bu ilanların əlindən yeriyə bilmədi. Tarix yazır, özü Roma tarixçisi yazır bunu, baxa bilərsiniz, var internetdə. Roma tarixçisi yazır. Və onlara əmr edildi. Hansı sentriyon, o vaxt indi bu batalyon gedirdi, onlarda sentriyon adlanır da. Hansı sentriyonca bu sentriyonu bura göndərmiş almağa gələ bilmədilər. Və komandirləri onlara əmr edir ki, geri qayıtın, bura müqəddəs yerdir. Biz buradan mütləq qayıtmalıyıq. İndi həmin o sentriyon komandirinin Qobustan daşlarında yazdığı əl yazması var. Muzeydə bizdə. Qobustanda əl yazması var. O var 2100 il bundan əvvəl. Onlar yazıblar ki, orada necə dincəliblər həmin yerdə. Dincəlib və yenidən 3 günlük yol alan, belə yazır tarixçi ki, istəyiblər Maşdağa şahlığını tutsunlar. Bu cür nə olub? Görürsünüz ki, bizim yurdumuz müqəddəs bir yer. Torpağımız müqəddəs. Buna görə biz öz torpağımızı, Azərbaycanımızı, vətənimizi, millətimizi sevməliyik. Sevmək üçün də onun tarixini də sevməliyik. Yalandan tarixlər yapışdırmaq olmaz bu millətə. Gəlin onların, bu millətin həqiqi tarixini araşdıraq. Siz də mənə kömək edin. Tək adamla iş keçməz ki, mən bir tək Azərbaycanın həqiqi tarixi,
Bu çetin bir məsələdir. Mən 35 ildir bu Azərbaycan qədim tarixində axtarış aparıram. Hələ ki bir künc bucağındayam, belə deyək. Çox genişdir Azərbaycan tarixi. Çox. Çünki ilk insanlıq burada olub. 6000 illik tarixi var. Nuh Peyğəmbərdən sonra ikinci bəşər tarixi də deyək. 6000 il tarixi. Bunun üçün də xahiş edirəm ki, bu videoları paylaşırsınız. Özünüz də öyrənəsiniz. Başqalarını da öyrədəsiniz. Çünki mənim dediklərim Azərbaycanın həqiqi tarixidir. Nəinki haradasa başqaları tərəfindən, qonşularımız tərəfindən yazılmış bir tarix. Yəni mən bir İngilis filosofu Bernard kim, belə adı yadımda deyil indi. Məndə var, yazmışam. Onun bir sözü var, onun sözünü yadımda saxlayıram. O yazır. Yazır ki, əgər bir millətin tarixi qonşuların gözü ilə yazıla, o millət yaşamaz. Mən buna görə deyirəm. Gəlin qonşuların yazdığı Azərbaycanın tarixi ilə kifayətlənməyək. Özümüz axtarış aparaq. Görək bunlar bir düz yazıblar, ya eyni yazıblar. Axtaraq, çünki o bizim vətənimizdir. Bu bizim ulu əcdadlarımızdan bizə əmanət qalan bir ölkədir, bir dövlətdir. Sağ olun, gələcək videolarda görüşənə qədər.